Salam, xoş gördük. Bugün sizə çox maraqlı bir kitab göstərəcəm. Mütləq sona qədər izləyin. Kitabxanamın ən qədim kitablarından biri, hətta ən qədim olan, yaxından göstərim. Bu əsər təxminən 300 il yaşındadır. Daha dəqiq desək 298 il yaşında. Sizə bunu ön səhifədən də göstərəcəm. Görmüş olduğunuz kimi burada Roma rəqəmi ilə qeyd olunub. 1728-ci ildə Hollandiya Amsterdamda nəşr olunub. Charles Henry van der Hagen adında bir fərdi nəşriyyatçı tərəfindən çap olunan bu kitab köhnə fransızca yazılıb. Mövzusuna gəlincə, zamanında indiki Türkiyə coğrafiyasında yaşamış olduğu düşünülən Həvvari Müqəddəs Paulun xeyriyyətçilik haqqında düşüncələrinin modernizasiya olunmuş bir versiyasıdır, təbii ki, öz dönəminə görə. Bu kitab fransızca yazılmağına baxmayaraq, buradakı ideoloji görüşlərdən və modernizasiyalardan dolayı böyük ehtimalla Fransada çapı kanonik sayılmadığı üçün qadağan olunub. Bu səbəbdən də Hollandiyada çap olunmaq məcburiyyətində qalıb. Ən azından kitab haqqında araşdıranda bu məlumatlara rast gəldim. Orijinal 18-ci əsr dəri cildindədir. Tamamilə dəridən bir əl işidir. Burada qızıllı vərəqlərlə yazılıb. Kənarları bu cürdür. Və onu da qeyd edim ki, içərisindəki səhifələrdə böyük ehtimalla pambıq kətan qarışığından yenə əl işi olan səhifələrdə, təbii ki, o dönəmdə bütün kitab nəşrlərində insan əməyi önəmli rol oynayırdı. Gutenbergin mətbəənin icadından sonra bu hər nə qədər asanlaşsa da yenə də çox çətin bir proses idi. Kitab haqqında maraqlı nüanslardan biri də bundan ibarətdir ki, kitabın 2 səhifəsində əl yazısı var. Öncələri kimdə olduğuna dair dəqiq məlumat verməsə də ən azından kitabın Fransanın hansı bölgəsində olma ehtimalını göstərir. Burada kitabın öncəki sahiblərindən birinin əl yazısını görürük. Montbrun qeyd olunub. Hazırda Fransanın əyalət bölgələrindən biridir Montbrun bölgəsi. Bildiyim qədərlə tarixi əhəmiyyətə də malikdir. Və digər bir maraqlı qeyd, xüsusilə məni həyəcanlandıran bir qeyd olmuşdu. Təxminlərimin bir qismini yanıltsa da yenə də önəmlidir mənim üçün. Burada yenə də kitab sahiblərindən birinin yazısını görürük. Əl yazılarının oxşarlığına baxsaq, hər iki qeyd eyni insana məxsusdur. Burada Maria Louise de Montspey Valtier adında bir xanımın adı keçir. Bu xanım mistik kahinlərdən hesab olunur. Xüsusilə Fransadakı Şotland ritinin quruculuğunda önəmli rol oynayan şəxsiyyətlərdən biridir. Bu anlamda masonik bir keçmişə də sahib bir xanımdır. Haqqında çox detallı məlumat təəssüflər olsun ki, tapa bilmədim. Təbii ki, kitabla bağlı daha geniş araşdırma apara bilmək üçün fransızcanı, xüsusilə köhnə fransızcanı bilmək vacibdir. Yenə də öyrənə bildiyim məlumatları sizlərlə bölüşmək istədim. Kitabxanamda belə bir neçə ədəd də antik kitablar, antikvar dediyimiz kitablar mövcuddur. Onların da videosunu istəsəz rəylərdə bildirin. Hər bir haqqında mümkün mərtəbə məlumat paylaşmağa çalışacağam. İstədim ki, bu dəyərli kitabı sizlər də görmüş olasınız.